Evdən ölkə ilə çıxan qadın həyətdəki hovuzu təmizləyən yaşlı bir insanı itələyərək hovuza saldı. Yaşlı insan hovuzdan suyu süzülə-süzülə çıxıb qadına müraciət etdi ki, mən nə etdim ki, sən məni hovuza itələdin? Qadın gülərək ona cavab verdi ki, bir hovuzu təmizləmək nə qədər çəkir ki, sən elə bütün günü bu hovuzu təmizləyəcəksənmi? Yaşlı insan daha bir söz demədi. Birazdan bu rəfiqələri ilə, iki rəfiqəsi ilə söhbət edirdi. Yaşlı insan bunlara 2 meyvə suyu gətirdi. Qadın meyvə suyunu alıb, heç düşünmədən həmin meyvə şirəsini bu yaşlı insanın üzərinə fırlatdı. Dedi ki, heç bunun soyuqluğu da yoxdur ki. Və yaşlı insanı təhqir etməyə başladı. Yaşlı insan heç bir söz demədən yerə tökülmüş şirəni təmizləməyə başladı. Sabahısı günü həmin bu qadının sevgilisinin ad günü idi. Və səhəri günü qonaqlar toplaşıb səbəbkarı gözləyirdilər. Nəhayət ad günü olan oğlan içəri daxil oldu və qonaqlarla görüşüb öz sevgilisi ilə qucaqlaşdı. Qadın buna dedi ki, səni çox gözləyirdim, nəhayət ki, gəlib çıxdın. Bir neçə dəqiqə sonra həmin bu təmizlikçi yapan yaşlı insan təmiz, bahalı, şıx geyinmiş şəkildə həyata daxil oldu və oğluna yaxınlaşıb, onunla qucaqlaşıb, onu təbrik etdi. Və oğlu dedi ki, çox sağ ol ata, sən məni təbrik eləmək üçün ad günümə gəlmişsən. Qız təəccüblə oğlana baxdı, dedi, sən onun nəyinə ata deyirsən? O, çirkin təmizlikçi yapan biridir. Oğlan dedi, yox, o mənim atamdır, xaricdə yaşayırdı. O məhz bugün mənim ad günümü təbrik eləmək üçün xaricdən bura gəlib. Bunu eşidən qız çox şok vəziyyətdə titrəməyə başladı. Həmin yaşlı insan dedi, oğul, o nəyə görə titrədiyini çox gözəl bilir. Mən onun xarakterini müəyyən etmək üçün təmizlikçi rolunu yapdım və o məni hovuza itələyib saldı. Gətirdiyim meyvə şirəsini üzərimə tulladı, məni həqarət etdi. Mənimlə çox pis rəftar etdi, məni bir çöp hesab edirdi. Sən belə mi qadınla həyat quracaqsan? Gələcəkdə sənin uşaqlarının anası bu mu olacaq? Oğlan nişanlısına tərəf döndü və ona dedi ki, sən niyə belə başqaları ilə rəftar edibsən? Sənin mədəniyyətin bu mudur? Ona görə mən səninlə artıq ilişiyimə son qoyuram. Sənin kimi qadınla mən həyat qura bilmərəm. Məclisin içərisində kiçik düşən qadın göz yaşları içində arxasına baxmadan məclisi tərk etdi. Oğlan atasına dönərək atasından üzr istədi ki,
bağışla ki, sən belə pis rəftara məruz qalmısan. Amma məni vaxtında xəbərdar etdiyinə görə çox sağ ol atam. Bax, həyatda bu cür insanlar da olur. Ona görə insanları tanımaq çox çətin məsələdir. Onların xarakterini açmaq, onların iç yüzünü göstərmək. Çünki insanların xarici görünüşü ilə daxili aləmi çox vaxt uyğun gəlmir. Diqqətinizə görə çox sağ olun, minnətdarım.